Hər vaxtınız xeyir, inşallah ki, hər biriniz yaxşısınız. Mənə ən çox tərbiyəçi müəllimlər deyir ki, müəllimə siz səhifənizdə videolar paylaşırsınız, yəni izahlar paylaşırsınız, amma testlər, suallar paylaşmırsınız. Biz testlərdə işləmək istəyirik deyə. Ona görə düşündüm ki, düzdür, əslində vaxtım dərslərlə bağlı çox olmur, əlavə səhifəyə vaxt ayırmağa. Sadəcə olaraq izahlar olanda paylaşıram və s. bu formada. Amma düşünürəm ki, sizlər üçün bundan sonra sınaqlar paylaşacağım. Yəni ki, sadəcə olaraq hansı mövzuda çətinliyiniz var, hansı mövzu sizə daha çox sustativ gəlir, daha çox qarışıq gəlir, onun rəy hissəsinə yazın və bu videonu sırf bağçaya işə qəbula və sertifikasiyaya hazırlaşan müəllimlərlə paylaşın. Onlar da səhifəmizi izləsinlər. Rəy hissəsinə hansı mövzuda çətinlik çəkirsiniz, onları qeyd edin hər biriniz. Söz onlarla bağlı sınaqlar paylaşın.